Saatlarla telefon arkasında oturan sosial şəbəkələrdə mən xanımlar görürəm, bəylər görürəm, cavanlar görürəm, kim kimi öldürüb, kim kimin başını kəsib, kim kimi boşuyub. Bu çox böyük bir təhlükədir. Və bəzi xanımlar da boşanmağa gələndə mənim yanıma deyirəm, niyə boşanırsan? Başlayıram ona bir muizə eləməyə, başa salmağa. Niyə boşanırsan? Cavan gəlinsən, xanımsan, adı var, ləkələr filan. Deyir, ərim narkomandır. Həmən o narkoman dediyi oğlanı çağırıram, deyir ki, xanım əxlaqsızdır. Sübhanallah, indi gəl araşdır, gör. Qız düz deyir, xanım düz deyir, ya bəy düz deyir. Heç kimə də sübut eləmək olmur. Sonra indi bir dənə təzə şey çıxıb cavanlarda, qızlarda, bəy xanımlarda, oğlanlarda. Həmən öz görəv deyirlər, nə deyirlər? Öz güvən olmaq istəyirəm. Öz güvən, yəni bu müstəqil olmaq istəyir. Yaxşı, bu müstəqil olmaqlıq səni hara aparacaq? Mən istəyirəm müasir olam, mən istəyirəm azad olam. Azad olurdunsa, niyə cəmaatın qızın bədbəxt edirsən? Niyə cəmaatın ailəsinə iftira salırsan? Niyə o qızları alırsınız? Və düşünün, niyə oğlanlar həyatlarında intiharlara baş verir və gedir, mən tanıyıram, cavan oğlan yazırlar, şok yeni bir xəbərdir. Filan yerdə 36 yaşında bir oğlan bir qızın başını kəsdi, xanımının başını kəsdi. Nə üçün? Nə üçün? Haçan buna son qoyulacaq? O zaman son qoyulacaq ki, özümüzü tərbiyə eləməsək, ailəmizi tərbiyə eləməsək, içimizi tərbiyə eləməsək. Mənə nə? Filan kəs belə elədi, mənə nə? Filan qonşu belə elədi, mənə nə? Mənə nələr bizi məhv eləyəcək? Ona görə buradan bir çağırışdır bu, bir mesajdır. Bir gənclərə buradan bir xahişdir, valideynlərə xahişdir ki, diqqətli olaq övladlarımızla bağlı, özümüzlə bağlı.